Gününüz xeyirli və uğurlu olsun inşallah. Bugün sizə iki indikator haqqında danışmaq istəyirəm. Bunlardan biri EMA, digəri isə MACD, yəni MACD indikatorudur. İlkin olaraq əgər belə deyim sizə yatırım edirsinizsə, tradingdən istifadə edirsinizsə, müəyyən indikatorları bilməlisiniz, müəyyən indikatorlardan necə istifadə etməyi bilməlisiniz. Hansı zaman aralığında hansı indikatordan istifadə olunmalıdır, onları bilməlisiniz. Ona görə bundan əvvəl məsəl üçün RSI və Bollinger Bands haqqında bir video çəkmişdim. İndi isə EMA və MACD indikatorları haqqında bir video çəkirəm. Hal-hazırda TradingView'da ekrandadır. Yəni analizi buradan rahatlıqla eləyə bilərsiniz. Heç bir problem yoxdur. Yəni ödənişsizdir. Pulsuzdur yəni. Necə edirsiniz? Birinci indikatorlara daxil olursunuz. Bura. Yəni mən sizə ilkin olaraq EMA-nı izah edəcəm deyə. EMA ilə yazırsınız. Sizə gəlir. Gəldi. Burada belə bir qabağda belə bir şey gəlir də, düzdürmü? Bunu keçirsiniz, vurursunuz bunun üstünə, burada ayarlar var. Ayarlara keçirsiniz. Buradan Novana eləyirsiniz. EMA 14'ü eləyirsiniz 200. Bunu eləyirsiniz 50. Və bu 4 saatlıqdadır. Baxın. Bu daha da böyüdək. Birinci EMA-nı sizə izah edirəm deyə. Baxın, bu xətt buradan gəldi, görürsünüz. Gəldi. Buradakı 200 xətti aşağı, yuxarıdan aşağı kəsdi. Kəsdi, bu düşdü. Bir müddət burada likvidlik zonaları olub, yəqin ki, əvvəllərdə onları qırdı. Burada özün toparladı, sonra yuxarı qırılım elədi, qalxdı. Qalxdı. Məsələn, bu bazar mən sizə deyə bilərəm ki, bu bazar artıq buralarda başlayacaq qalxmalı. Bazar yuxarı yönlü hərəkət edir. Buradan yuxarıdan qırdı, aşağı hərəkət elədi. Buradan da qırılım, əsas göy xəttə fikir verin, sarı xəttin qırılmasına. Əgər göy xətt, yəni 50, EMA 50, EMA 200 yuxarıdan aşağı kəsirsə bu düşüş, aşağıdan yuxarı kəsirsə bu qalxış siqnalıdır. Bu indikatorun məqsədi budur. Bu indikatorla dediyim MACD, yəni burada indi yazırsınız, 4 haşdadır məsəl üçün, bunu gətirə bilərsiniz. Məsəl üçün qısa var, əgər qısa istifadə edirsinizsə, qısa da deyil də, məsəl üçün mən sizə məsləhət görürəm 30 dəqiqə ilə falan işləyin. Belə şeyləri qırdı, buradan yuxarı hərəkət edir. Məsələn, burada bir şey açsaz, likvidlik zonası məsəl üçün buradan qırdı. Burada açsaz, hansı bir giriş eləsəz bir şeyə, yəni trendə girsəz, hansısa bir girdiniz, buradan yuxarıya artıq hərəkət elədikcə qazancınız olur və müəyyən nöqtələr qoyursunuz ki, burada məsəl üçün buradan qoyarsınız take profit'i buranın qırılımına, bura qalxanda artıq siz qazancınızı götürərsiniz. EMA-nın məqsədi budur. Yəni 50-200-ü yuxarıdan aşağı kəsirsə, yəni rəqəmlərlə işləyinə əsasən yuxarıdan aşağı kəsirsə düşüş, artıq bu aşağı hərəkət edir. Aşağı hərəkət isə artıq birinci düşüş olacaq. Yəni düşə biraz gedəcək. Ancaq yuxarı hərəkət isə bu bir müddət qalxır. Qalxır haralarasa. İndi isə keçək digər indikatoru sizə izah eləyək. MACD, Moving Average Conference Differential.
Bu nədir? Bu eee, ortalama və histogramdan ibarətdir. Ortalamalar, xəttlər qırmızı, histogramlar, dalğalar falan. Burada da göy xətt, qırmızı xətti yuxarıdan aşağı kəsirsə, kəsdi. Artıq bu satış. Əgər göy xətt, qırmızı xətti aşağıdan kəsirsə, bu alış siqnalı verir. Bu da sizin üçün daha bir yöntəmdir. Bu ikisini bir yerdə istifadə eləsəz, sizə daha yaxşı sərf eləyər, yəni daha çox pul qazana bilərsiniz və daha çox anlaya bilərsiniz. Elədir ki, bu iki indikatoru bir yerdə istifadə etsəz, yəni müsbət nəticələr əldə edə bilərsiniz. Ümid edirəm ki, yəni nəsə sizə izah edə bildim. Yəni çox da böyük bir şey deyil ha. Desəm ayda, yox bunu eləyin, onu eləyin, nə bilim, onu belə eləyin. Yəni o qədər də böyük bir şey deyil. Çox qısa və gözəl bir indikatorlardan biridir. İstəyir RC olsun, istəyir bu olsun. Yəni baxın, belə deyim sizə. Baxın bu yuxarıdan aşağı artıq kəsir. Düzdürmü? Artıq kəsir. Burada da artıq indikator aşağı hərəkət edir. Bununla bunu qarşılaşdıranda artıq görürsünüz düşüşdür. Düzdürmü? Amma bura gələndə, məsələn, bura baxın. Buradan aşağı hərəkət edir, amma burada qalxır. Buradan aşağı hərəkət elədi. Elədi. Buradan buralarda artıq yuxarı hərəkət edəndə burada artıq düşüşün sonlarını yaşayırdı. Düşüşün sonlarını yaşadı. Burada qalxdı, düzdürmü? Biraz yəni EMA ilə MAST qarşılaşdıranda nəsə görə bilərsiniz, nəsə alındıra bilərsiniz. Baxır artıq sizin görüşünüzdən necə qarşılayırsınız. Hansı vaxt aralığında, vaxt aralıqlarına çox xahiş edirəm, çox diqqət yetirin. Məsəl üçün bilmərsiniz, etmərsiniz, böyük məbləğdə 30 dəqiqə yox, 1 dəqiqə, 5 dəqiqəlikdə girməyə əvəzinə məsələn 30 dəqiqəlikdə girərsiniz, ailəni vurarsınız bir-birinə. Yəni sizə sərf eləməz, bütün büdcənizi itirmə şansınız olur. Ona görə yəni bu işlərə girişsə vaxt aralıqlarına, belə deyim sizə, disiplininizə, qoyduğunuz qaydalara, hansı vaxtlarda işlədiyinizə, məsəl üçün Amerika bazarı, Asiya, Avropa bazarlarının açılma vaxtında onların hamısını diqqət yetirin. Onların hamısını qarşılaşdırın, ondan sonra bazara girin. Yoxsa çox şeyinizi itirə bilərsiniz. Yəni itirəcəksiniz, nasırınız olmayacaq. Nə bilim, çox aqressiv olacaqsınız. Öz həyatınıza da yansıyacaq. Və bir də ki, azgöz olmayın. Yəni bunu qazandım, ay bir də qazandım, yox, itirəcəksiniz. Azgözlük həmişə uduzdurur. Yəni bu həm qumar sayılır, həm sayılmır. Burada həm qazanmağı bacarmalısınız, həm də ki, qorumağı bacarmalısınız. Qazandığınızı qorumağı bacarmalısınız. İndi növbəti videolarda bunlardan danışacağam sizə. Yəni belə bir 2-3 dəqiqəlik video çəkəcəm ki, disiplininizi, öz adrenalininizi, öz qaydalarınızı necə təyin eləməz, necə yerbəyer eləməz. Yəni bu video 2 indikator haqqında idi. İnşallah nəsə izah edə bildim. Videonun sonuna gəlmişsə Allah razı olsun. Növbəti videolarda da inşallah sizi görmək ümidi ilə, zəhmət olmasa abunə olub videonu bəyənməyi unutmayın. Çox sevinərəm. Gecəniz xeyrə, gününüz uğurlu və xeyirli olsun inşallah.